Salamlar. Sizləri dərsimizdə xoş gördük. Mən Anar Həsənov. Bu gün sizlərə DİM test toplusunun birinci hissəsinin sonunda olan isbat məsələlərinin izahını verəcəm. Bu dərsi ən çox birinci bloka hazırlaşan şagirdlər üçün hazırlayırıq. Amma digər bloklara da hazırlaşanlar təbii ki istifadə edə bilər. Ən çox da həndəsə məsələlərinin üstünlüyü verin ki, düsturların hardan alındığını rahat anlayasınız və eynən də paralel olaraq MİQ və sertifikasiya hazırlaşan müəllimlər də rahat istifadə edə bilər. Vaxt itirmədən başlayaq suallarımıza. Birinci sualımız cəbrə aiddir. A plus B plus C bölünsün D-ni 1 verir və bu bərabərliyin doğruluğun bizdən istəyir, ispat etməyimizi istəyir. Bunun doğruluğunu mən belə fikirləşəcəm. Bu kvadratları bir tərəfli yığıram. Baxın, kvadratları bir tərəfli yığacam. A bölünsün B-nin kvadratı çıxılsın. C bölünsün D-nin kvadratı. Digər toplananları da sağda saxlayacam. Yəni, bu bərabərliyi ispat etsəm, verilən bərabərliyi də ispat etmiş olaram. Təbii ki, nə edəcəm? Sol tərəfdə burada vurğulara ayıracam bunu. Deməli, onda olacaq kvadratlar fərqi. A bölü B çıxılsın, C bölünsün D. Vurulsun. A bölünsün B plus C bölünsün D. İndi baxın, bunu bizə veribmi, bunu verməyib. Bunu veribmi, bunu verib. Bu birimiş. Onda biri istənilən ədədə vuranda özü qaldığına görə A bölünsün B çıxılsın, C bölünsün D qalır. Yəni, birinci sualın isbatı bu qədər. Keçirik ikinci sualın isbatına. İkinci sualın isbatında koşu bərabərlisindən istifadə edirlər. Koşu bərabərlisliyi nədir? Ədədi orta müsbət ədədlər üçün həndəsi ortadan böyük bərabər olur. Yəni, 2 dənə ədəd üçün A plus B bölünsün 2 ədədi ortadır. Və həndəsi ortada A vurulsun B-dir. Bunların böyük bərabərliyi var. Əslində, bu çox sadədir. Çünki mən bunları sadələşdirib bir tərəfli yığsam, bu A-nın küşatda A-nın kvadratı yazsam, B-ni də küşatda B-nin kvadratı yazsam, onda bu sıfırdan böyük bərabər olduğunu alaram. Kvadrat da istənilən halda sıfırdan nədir? Böyük bərabərdir. Yəni, doğru bərabərsizlikdir. İndi buradan elə yuxarı qalxıb, o yuxarıdakını ispat etdik. İndi nə edəcəyik? Deməli, buna nə deyirlər? Ədədi orta, həndəsi ortadan böyük bərabərdir. Buna koşu bərabərsizliyi deyirlər. Onda baxın, A plus B böyük bərabərdir 2 kök altında AB yazırıq. B plus C böyük bərabərdir 2 kök altında BC yazırıq. Eynən də A plus C böyük bərabərdir 2 kök altında AC yazırıq. Və bunları tərəf-tərəfə vururuq. Niyə vururuq? Çünki görürsünüz ki, burada nə var? Vurma var. Bunları tərəf-tərəfə vuranda sol və sağlar müsbət olduğuna görə bərabərsizlik işarəsi təbii ki dəyişilmir. Və 2-ni vurdum 8 elədi. Bunları da bir-birinə vuranda elə köklər getdi. ABC qaldı. Bərabərsizlik ispat etmiş olduq. İnşallah bərabərsizlik sualı düşməz. Düşsə də çox bəsit düşər. Çünki şagirdlər olimpiyada hazırlaşmır ki, oturaq onlara bütün bərabərsizlik suallarının isbatını verək. Yəni, bərabərsizliklər çoxdur. Bərabərsizliklərdən danışanda gərək saatlarla danışasam. Üçüncü sual. Ümumi hədləri A-ın və B-nin olan ədəd silsiləri verilmişdir. Ədəd silsilə nə idi? Ədəd silsiləri rekurrent münasibət ilə veriləndə A-ın bərabər idi, A-ın minus 1 üstəgəl D idi. Yəni, bu nə deməkdir? İki qonşu həddin fərqi nə idi? Sabit idi və bu D-yə silsilə fərqi deyirdilər. Bu idi ədəd silsilə. Və yaxud da ki, A-nı necə yazırdıq? Birinci hədd üstəgəl D vurulsun n minus birincisi. Mən bundan istifadə edəcəm, ispat edəcəm. İndi deyir ki, A-n və B-n ədədi silsilədirsə, ispat edin ki, C-n də ədədi silsilədir. İndi mən nəyi alacam? Mən almalıyam ki, C-n-dən də C-n minus 1 çıxanda bir sabit ədəd qalır. Onu almalıyam. Onu alsam, deməli, C-n də nəymiş? Ədədi silsiləymiş. Onda gəlin, bura D1 deyək. B-n üçün də yazaq. B-n minus 1 plus nə? D2. D1, D2 sabit ədədlərdir. Onda buradan B-nin çıxılsın, B-nin minus 1'i nə alırıq? D2 alırıq. İndi C-nin dediyimiz 2 dənə A-n minus 3 dənə B-n'dir. C-nin minus 1 deyəndə indeksi 1 vaid azaldırıq. Rekurrent münasibət ilə bunlar verilir. İndi A-n'ləri bir tərəfli yığıram mötərizəni açandan sonra. Bu belə. Mənfi 3'ü də çölə çıxardanda B-n'ləri də mötərizə xaricinə çölə çıxardıram. Baxın, fikir verin, A-ın çıxılsın A-ın minus 1, D1 idi, oldu 2D1, yəni sabit ədəddir. Çıxılsın 3 də bu, D2'dir. Bax, bunlar sabit ədəddir, n-dən asılı deyil, sabitdir.
Onda bu sabitdirsə bu hər hansı məsələn D3-dür. Belə fikirləşin də hər hansı bir sabit ədəddir. Deməli biz nə aldıq? Sin çıxılsın sin minus 1 bərabərdir 1 sabit ədəd aldıq. Bu da nə demək idi? Sin ədədi ardıcıllığının ədədi silsilə olduğunu aldıq. Ədədi silsilə çünki bu rekurrent münasibəti ilə verilirdi. İspat etmiş olduq. Başqa üsullarla da ispat edə bilərik. Dördüncü sual. Dördüncü sual bucağın təmirlərin üzərində götürülmüş nöqtədən bucağın tərəflərinə endirilmiş perpendikulyarların bərabər olduqlarını biz ispat edəcəyik. Gəlin bu şəkili biraz böyüdüm. Başlayaq. Deməli, burada nə var? Bu təmbələndir. Yəni bucaq burada nə edir? Yarıya bölünür. Bura alfa deyirəm. Gəlin mən bura bir beta deyirəm. Onda düz bucaqlı üç bucaqda alfa plus beta iti bucaqlar olduğuna görə 90 dərəcədir. Eynən də bu altdakı üç bucaqda da alfa plus beta nə olurdu? 90 dərəcə olması üçün yuxarıya bucaqda en qalır. İndi bu 2-3 bucaq oxşar üç bucaqlardır. Çünki bucaqları eynidir. Bucaqları eyni olan üç bucaqlar nə idi? Oxşardır. İki bucağın eyni olması onların oxşar olması deməkdir və hətta kongruentdir. Çünki onların hipotenuzları da ortaqdır. Hipotenuzlarına fikir verin. 90 dərəcənin qarşısındakı nədir? Ortaqdır. Onda bax bu üçbucaqların bərabərlik əlaməti var. Deyilir ki, bura baxın, üçbucağın bir tərəfi və ona bitişik iki bucaq, baxın alfa beta. Digər üçbucağın bir tərəfi və ona bitişik iki bucağı bərabərdirsə, yəni tərəf və iki bucaqlar eynidirsə, onda bu üçbucaqlar eynidir. Biz bunu sinuslar teoremi ilə də ispat edə bilərik. Biz bunu trigonometriya ilə də ispat edə bilərik. Amma elə bərabərlik əlaməti bəsdir. Bərabərlik əlamətində nə var? Bucaq, tərəf, bucaq əlaməti, BTB əlaməti. Yəni bir tərəf və ona bitişik iki bucaq, digər üç bucağın bir tərəfi və ona bitişik iki bucağa bərabərdirsə, bu üç bucaqlar eynidir, yəni kongruentdir. Bu sözləri oraya yazmalısınız. Onda uyğun bucaqların qarşısındakı tərəfləri də nə olurdu? Eyni olurdu. Bax, alfanın qarşısındakı bura H-dırsa və yaxud A yazaq, A-dırsa, onda burada A-dır. İspat etdik. Və yaxud da ki, bunu necə demək olardı? Məsələn, trigonometriya ilə deyərdim. Tutaq ki, bunlar eyni deyil. Tutaq ki, bura X-dir. Bura hipotenuzdur. Burada X-dir. Bax, bu üç bucaqda sinusu yazardım. Sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir. Keçərdim altdakı üç bucaqda da sinus yazardım. Yenə bura X deyil. Buranı bilmirəm. Burada tutaq ki, bir M deyim. Buranın da M-in nəyə nisbəti S-yə. Bax, bu S-lər getdi. X-lə M-in nə olduğunu aldıq. Bərabər olduğunu aldıq. Deməli, burada nəymiş X-miş. Biz bunu ən çox belə deyirdik. Bucağın təmirlərin üzərindəki götürülmüş nöqtədən tərəflərə qədər məsafələr eynidir. Bu çox istifadə olunan qaydadır. Hələ indi betanın qabağındakı bu tərəf də betanın qarşısındakı bu tərəfdən eyni olacaq. Yəni, baxın bununla göstərim. Burada bura ilə eyni olur. Məsələn, bu çevrədə də çox istifadə olunan qaydadır. Yəni, bura Y olanda bura Y olur. Belə. Hazır. İspat etdik. O sözləri də orada siz yazmalısınız. Beşinci düzbucaqlı üçbucağın daxilində YFKD kvadratı çəkilib. Deməli, bu kvadratdır. Buralara 90 atacağım. Kvadratdır və bunun tərəfləri nə olacaq? Eyni olacaq. Kvadratın tərəfləri eynidir axı. İndi yadınızda saxlayın. Bir fiqurlarda, yəni bir fiqurun içində 1 və 1-dən çox 90 dərəcə olanda, ən azı 2 90 dərəcə olanda orada oxşarlıq gizlənir. Və o əlaqədə alfa-beta əlaqəsi deyirik, oxşarlığı qururuq. Yəni, tutaq ki, bax, bu bucağa alfa desəm, bu bucağa beta desəm, bu ikisinin cəmi neçə dərəcə idi? 90 dərəcə idi. Onda axı burada 90-dır, çünki 90 qonşusu 90-dır. Onda alfa ilə kimi toplayanda 90 eləyir betanı. Onda burada da 90 var, beta ilə kimi toplayanda 90 eləyir alfanı. Əslində sualı həll etdik. Hələ buradan da qurmaq olar. Bax, bura 180 dərəcədə axı. Bura alfa qalır. Eynən də bura nə qalır? Beta qalır. Hələ bu da ondan oxşar olur. Deməli, 3 dənə üçbucağız elə burada əslində 4 dənə üçbucağız bir-birindən oxşar olur. Biz bundan istifadə edəcəyik. Bax, bu üçbucaq bu üçbucaqla oxşardır. İndi bunlar kongruent deyil. Kongruent nə idi? Eyni. K-sı 1 olan. Yəni, oxşarlıq əmsalı 1 olana kongruent deyirdik. Bu 1 deyil. Bu ikisi oxşardır. Oxşarlığı da necə yazırdıq? Bucaqlar eynidirsə oxşarlığı həm bundan istifadə edə bilirdik. Baxın, 3 bucaq. 3 bucaq A, F, Y. Oxşardır. 3 bucaq. A-da alfa vardı. Burada alfa D-dədir görürsünüz. Sonra F-də 90 vardı. Burada 90 K-dadır görürsünüz. Və nə qaldı? B qaldı. İndi başlayırdınız nisbət yazmağa. Məsələn, ilk ikisi AF-dir. Burada ilk ikisinə
DK'ya. Sonra bizə lazımdır F'ye. Son ikisinin son ikisinə. Ədədləri yerinə qoyursunuz. Amma mən oxşarlıqda bu terim xoşuma gəlir, deyiliş xoşuma gəlir. Uyğun bucaqların qarşısındakı tərəflərin nisbəti eynidir. Yəni burada alfanın qarşısında x var. Burada alfanın qarşısında kim var? BK var. Keçirik burada bettanın qarşısında AF var. Burada bettanın qarşısında kim var? Baxın x var. Onda çarpaz vuranda x kvadratı bərabər olur. AF vurulsun BK'ya. Bitti. İndi kvadratın sahəsini istəyir. Kvadratın da sahəsi tərəfin kvadratıdır. Tərəfin kvadratında necə tapdıq? AF vurulsun KB'dir. Yəni oxşarlıq yazıca düşməlidir. Belə. Gəldik 6-cı suala. Üçbucağın iki medianı bərabərdirsə, bu üçbucağın bərabər yanlı olduğunu ispat edin. Baxın, sizə nə deyilir? Deyilir ki, əgər bir üçbucaqda, bunu balacalaşdıraq biraz, MA bərabərdir MB'dirsə, onda A bərabərdir B'dir. Siz bunun düsturlarını da yazıb ispat edə bilərsiniz, amma o uzun gedər. Məsələn, MA necə tapılırdı? 2'də 1 kök altında 2 dənə B kvadrat üstəlik C kvadrat çıxılsın A kvadrat. Və bunu burada da M, B necə tapılırdı? 2'də 1 2 dənə A kvadrat üstəlik C kvadrat çıxılsın B kvadrat. Və bunları yazıb sağlarını bərabərləşdirib kvadratı yüksəltməklə həll edə bilərsiniz. Bərabərləşdirib kvadratı yüksəldəndə olur 2B kvadrat üstəlik 2C kvadrat çıxılsın A kvadrat. Bərabərdir 2A kvadrat üstəlik 2C kvadrat çıxılsın B kvadrat. 2C kvadratlar getdi. B'ləri bir tərəfli yığanda 3B kvadrat oldu. A'ları bir tərəfli yığanda 3A kvadrat oldu. Və buradan da B kvadrat 3'ə bölməklə A kvadrat aldım. Yəni B'nin A'ya bərabər olmasını aldım. Çünki A ilə B tərəfdir və tərəflər müsbətdir həndəsədə. Deməli orada ilə B ilə A eyniymiş. Bu bir isbatdır. Bunu hər kəs qəbul etməlidir. Amma bunu kimsə də sizə orada deməz ki, gərək onda medianı da düsturunu isbat elə. Onu deməz. Narahat olmayın. Yəni bu qəbul olunması isbatdır. İndi gəlin ikinci birisi üçün isbat verin. İkinci isbatda nədən istifadə eləyəcək? Baxın. Bu qaydada var daxı. Üçbucağın medianların kəsişdiyi nöqtə bizi nə deyirdi? Ağırlıq mərkəzi deyirdi. Və ağırlıq mərkəzində medianlar təpədən başlayaraq 2 bölünsün 1 nisbətində bölünürdü. Yəni bura x idisə, bura 2x idi. Bura yenə x-dir, onda burada 2x-dir. Niyə eynisini yazıram? Çünki medianlar eynidir. Sonra nə yaza bilərik? Bu bucaq alfadırsa, onda bu bucaq da alfadır. Səbəb, çünki orada bərabər yanlı 3 bucaq var. Onda bura 2 alfadır. Fikir verin. Bura 2 alfadır. Onda burada 2 alfadır. Gördünüz mü? İndi bir xarici bucaq qonşu olmayan 2 daxili bucağa bərabərdir. O qaydası. Bir xarici bucaq ona qonşu olmayan 2 daxili bucağa cəminə bərabərdir. İndi bu şəkilə baxın. Bu 3 bucağa baxın. Keçin bu 3 bucağa baxın. Bu 3 bucaqda nə var ikisində də? Kongruentlik əlaməti var. Yəni bərabərlik əlaməti var. Bayaqçı əlamətdir. İki tərəf və onlar arasında qalan bucaq, yəni və yaxud da ki bir bucaq və ona bitişik iki tərəf, digər üç bucağın bir bucağı və ona bitişik iki tərəfindən eynidirsə, onda bunlar kongruent üç bucaqlardır, yəni bərabər üç bucaqlardır. Baxın, x ilə eynidir. Sonra, yəni rəngi dəyişim, 2x də 2x ilə eynidir və onların ikisinin birləşdiyi təpədəki bucaq da eynidir. Deməli, bunlar kongruentdir. Onda kongruentsə, uyğun bucaqların qarşısındakı tərəflərinin də bərabəridir. Onda 2 alfanın qarşısındakı adırsa, burada da 2 alfanın qarşısındakı adı. Bu da görürsünüz mediandır. Median qarşı tərəfin ortasını birləşdirirdi. Burada adı, burada adı. Yəni 2 dənə yan tərəfin bir-birinə bərabər olduğunu almış olduq. Deməli, ispat etdik. Belə. Burada nədən istifadə etdik? Tərəf, bucaq, tərəf münasibətindən. İki tərəf və onlar arasında qalan bucaq, digər üç bucağın iki tərəfi və onlar arasında qalan bucağa bərabərdirsə, bu üç bucaqlar bərabərdir. Gəldik 7-ci suala. 7-ci sual biraz şəkili yaxşı çəkməyib ki, şagirdlər oradan tez görsün. Davam edək. Demək, şəkil balaca olduğu üçün siz üçün bir şəkil çəkdim. Yazıb ki, ispat edin ki, bərabəryanın üç bucağın oturacağının uzanlısı üzərində götürülmüş nöqtədən yan tərəflərin üzərində saxlayan düz xəttlərə qədər məsafələrin fərqi üç bucağın yan tərəfinə çəkilmiş hündürlüyə bərabərdir. Yəni, baxın, bu bir hündürlüydür. Bura H1 deyək. Bu ikinci hündürlüydür. Bura H2 deyək. Və bu ümumi, bax, bu da yan tərəfə çəkilən hündürlüydür. Burada ümumi H7 deyirəm, yəni yan tərəfə çəkilmiş hündürlük. Deyir, ispat elə ki, H yan bərabərdir böyük hündürlükdən oradan çıxıran balaca hündürlük. Baxın, bunu indi ispat etməliyəm.
Buna uyğun mən sizə bir digər də mövzuna görə bir sual izah edəcəm. Yəni buna uyğun verilə biləcək bir sual izah edəcəm. İndi başlayaq. Bu bərabər yanlıdır. Bərabər yanlıdırsa, bunu biraz böyüdək. Bərabər yanlıdırsa, onda onun oturacağına bitişik bucaqlar nə idi? Eyni idi. Onda mən nə edirəm? Baxın, qırmızı ilə yazıram. Bura alfa deyirəm. Burada nə olur? Alfa. Onda qarşılıqlı bucaqlardan burada nə olur? Alfa. İndi xüsusən çox diqqətlə qulaq asın bura. Biz bu üç bucağa baxırıq. Baxın bu üç bucağa. Bu üç bucaq düz bucaqlı üç bucaqdır. Görürsünüzmü? Bu düz bucaqlı üç bucağın iki iti bucağı var. Biri B təpəsindədir, biri də F təpəsindədir. Onda F təpəsində olan bucağa mən bir beta desəm. Baxın, bir beta desəm. Onda alfa üstəgəl beta neçə dərəcə eləyir? 90 dərəcə elədiyinə görə. Onda baba, gəlin indi bu balaca üç bucağa baxın. Onda üç bucaqda da burada beta olur. Çünki orada da düz bucaqlı üç bucağı var. İndi biz nə gözəlliyi almışıq? Baxın, Y-dən çıxan bu YS-yə. YS nədir? YS bir tənböləndir. Onda tənbölən üzərindəki nöqtədən tərəflərə qədər məsafələr nə idi? Eyni idi. Yəni bunu da çəksən bura. Bayaq onsuz da bunu ispat etmişik. Burada bir məsələn F varsa bir K deyək. Baba, bura ilə bura eyni idi. Və diqqət, baba, bura ilə də bura eyni idi. Yəni, bura məsələn indi H1-dirsə, onda burada nədir? H1-dir. Sonra, nə edirəm? Baba, bura 90 dərəcədir. Onsuz da yan tərəfə çəkilən hündürlüyü istədiyinə görə bu hündürlüyü də çəkirəm. Baxın, burada 90 dərəcədir. Baxın, burada 90 dərəcədir. Onda burada 90 dərəcə olur ki, 360 dərəcə olsun. Yəni, bu ortada alınan bu şəkil var. Ha? Bu şəkil olur düz bucaqlı. 4 dənə bucağı 90'dır. Düz bucağın qarşı tərəfləri nə idi? Bərabər idi. Onda bütöv bu parça hamısı DY-yə, baxın, biz orada bayaqlar H2 dedik. Onda DK olur H2 çıxılsın H1. Bəs axı bu DK ilə də indi bura H desək, CH nədir? Eynidir axı. Yəni H yan tərəfə çəkilmiş hündürlük. Onda H yan tərəfə çəkilmiş hündürlük nəyə bərabər olur? Bunların fərqinə bərabər olur. Alın sizə ispat. Bir də bunu indi ispat edək. Uyğun sizə bunu da verə bilər. Əlavə mən danışmaq istəyirəm. Belə bir sual verər. Deyər ki, bərabər yanlı üç bucağın oturacağı üzərində götürülmüş nöqtədən, məsələn, bax, bu bərabər yanlı üç bucağın oturacağı üzərində götürülmüş nöqtədir. Yan tərəflərə çəkilən məsafələrin cəmi ümumi yan tərəfə çəkilən hündürlüyü verir. Yəni, bu x ilə y-in cəmi yan tərəfə çəkilən hündürlüyü verir. Bu çox gözəl əslində buna uyğun suallar qurmaq olur. Bayaqçına uyğun sual o qədər də qurulma ehtimalı çox deyil, amma buna uyğun sual tipləri də çox qurulur. Ən çox da sahədə istifadə olunur. Bax, mən nə edirəm? Hündürlük onsuz da məndə sahədə yada düşür. Bu ikisini A deyirəm. Onda baxın, buradan bölürəm bunu. Bölürəm bunu. Əslində orada oxşarlıqla da bəlkə də ispat etmək olar. Ehtiyac yoxdur. Bax, bu üç bucağın sahəsi nə ilə tapardıq biz? Tərəf vurulsun hündürlük bölünsün 2 ilə. Plus bu üç bucağın, yəni hansı üç bucağın? Bu üç bucağın sahəsi nə ilə tapa bilərdik? Yenə tərəf vurulsun hündürlük bölünsün 2 ilə. Yəni A vurulsun x bölünsün 2 ilə tapardıq. Və bu bərabərdir nəyə? Ümumi üç bucağın sahəsinə. Bəs ümumi üç bucağın sahəsi nə ilə tapılırdı ki? Bax, indi bunları silirəm. Nə ilə tapılırdı ki? Baxın, bu idi də, elə deyil. Ümumi üç bucağın sahəsi bu idi. H7 deyirəm. Onda yenə də o bərabərdir. H-yə vurulsun tərəf hündürlüyü bölünsün 2. Yəni tərəf vurulsun hündürlüyü bölü 2. Onda A bölü 2'ləri sağda solda ixtisar eləsəm, mən alıram ki, yan tərəfə çəkilmiş hündürlük bayaqki o 2 dənəsinin nə idi? Cəmidir. O 2 dənə hara idi? Bax, biri bura idi. Bax, x. Biri də nə idi? Bura idi. Y. Bax, bu ikisinin cəmi idi. Buna aid çox suallar qurmaq olur. Məsələn, bura 3-dürsə, bura 4-dürsə, onda bura nədir? 7-dir. Bax, bunu bilin. Burada bucaq verər. Məsələn, bura tutaq ki, 150-dirsə, onda 1 dənə 90, 2 dənə 90, 150, onda bura 30 qalar. 30, 60, 93 bucaqlarına görə suallar qurarlar. Sonra, buna uyğun sizə bir dənə də ispat verirəm. O da gələ bilər. Yazırdı bərabər tərəfli üç bucağın, mən əlavə danışacağım sizin. Çünki hökmən deyil ki, bu testdə olan isbatlar düşəcəksə. Bərabər tərəfli üç bucağın daxilindəki nöqtədən yan tərəflərə çəkilmiş məsafələr. Məsələn, daxilində bir nöqtə var, M nöqtəsidir. Yan tərəflərə qədər məsafələr çəkir. Bura məsələn Y-dir, bura F-dir, burada tutaq ki, məsələn K-dır. Bax, necə deyəcək?
Bərabər tərəfli üçbucağın daxilindəki nöqtədən yan tərəflərə qədər çəkilən məsafələrin cəmi bərabər tərəfli üçbucağın bir hündürlüyünə bərabər olur. İndi onu necə isbat edilir? Yenə hündürlük mənim ağlıma sahəni gətirir. Və bunu bölürəm 3 dənə üçbucağa və burada sahələr qururam. Yəni bura adı, onsuz burada adı bərabər tərəfli üçbucaqdır, burada adı. İndi bax buradakı üçbucağın sahəsini nə ilə taparam? A vur y böl 2 ilə. Altdakı üçbucağın bu sahəsini necə tapara bilirəm? A vur z böl 2 ilə. Digəri də A vur x böl 2 ilə və bu bütün üçbucağın sahəsini verir. Bəs yaxşı bütün üçbucağın sahəsi necə tapılırdı ki? Tərəf vurulsun hündürlüyü bölünsün 2 deyildi. Bax tərəf adı hündürlüyü də h-dır. H vurulsun A bölünsün 2 deyildi. Onda yenə də buradan h bölünsün A bölünsün 2'ləri sağda solda bölsəm, h-ı necə tapacam? X plus y plus z. Anladınız mı? Bax necə qayda ilə, necə sözlə bunu deyirlər? Deyirlər ki, bərabər tərəfli üçbucağın daxilindəki bir nöqtədən tərəflərə qədər olan məsafələrin cəmi ümumi hündürlüyü verir. İndi buna da aid çox suallar qurmaq olur və bu m-lə oynayırlar. Və məsələn bu m-i bunun daxilində və tərəflərin üzərində ixtiyari bir yerə gətirə bilərlər. Və məsələn bunu sıfırlayıb, bunları indi silirəm. Gətirib burada qoysalar, kimi sıfırladılar? X-i. X-i sıfırladılar. Onda bu əslində bayaqki oldu da. Bax buraya y, buraya z. Bax x-i sıfırlayanda h nəyə bərabər oldu? Y plus z. Onu da bayaq ispat elədik. Yenə sahə ilə. Yəni bunu istənilən yerə apara bilər. Amma harda? İçəridə təbii ki. Və yaxud da ki bunların üzərində. İndi çöldə olanda yenə də sahə ilə başqa bir hala gətirmək olur. Və bu qaydalarda seçim verdik. Növbəti suala baxaq. İspat edin ki, üçbucağın tənbələni eyni təpədən çəkilən median və hündürlük arasında yerləşir. Yəni deyir ki, hündürlük kiçikdir, tənbələndir, o da kiçikdir, mediandır. Bunu deyir, ispat edin. Bu biraz məni yordu, biraz düşündüm bunun üçün. Məsələn, şagird necə bunu ispat edə bilər? Şagird üçün əslində ağır sualdır. Bu şagird bunu yazıq harda öyrənir ki? Ağır sualdır. Necə ispat edə bilərik? Birinci məsələn, bərabər yanlıda oturacağa çəkiləndə üçü də eynidir. Çünki bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş median tənbələn hündürlüyü üçü də nə idi? Eyni idi. Simetriklikdən də alınırdı. Bax, hündürlüyü çəkiləndə o həm median olurdu, həm də nə olurdu? Tənbələn olurdu. Üçbucaqların bərabərlik əlamətindən də alınırdı. Burada bərabərlik var, yəni median bərabərdir. Əslində hündürlüyü kiçik bərabərdir, tənbələn kiçik bərabərdir, median olmasını ispat etmək lazımdır. Burada müxtəlif tərəfli desəydi daha yaxşı olardı. Bərabər tərəfli də üçünün də eyni olması var. Bərabər yanlıda da indi tərəflər üzrə alt oturacaqla yan tərəfi götürəndə fərqli olur. Məsələn, şagird necə bunu ispat edə bilər? Şagird tutaq ki, bir üçbucaq götürər. Məsələn, tutaq ki, 8, məsələn, 6, 10. Tutaq ki, düzbucaqlı üçbucaq götürür və yaxud da ki, tərəfləri biraz fərqli. Və yaxud da ki, belə götürsün. Məsələn, bura 5 olsun, tutaq ki, bura 7 olsun. Məsələn, deyirəm. Onda hündürlüyü yadınızda saxlayın. İndi şəkil də düzgün çəkim. Tərəf biraz bu balacadır. Bu aşağı tutaq ki, biraz böyüdür. Bu da belədir. Məsələn, A, B, C. Məsələn, mən şəkilimdə nə deyirəm? Deyirəm ki, AB kiçikdir, BC-dir. Şəkili bax elə çəkmişəm. İndi bura 5 verərdi şagird, bura 7 verərdi. Bax, hündürlük onsuz da yadınızda saxlayın. Bu 3 dənənin hamısından balacadır. Çünki hündürlük təpədən oturacağı qədər ən qısa məsafədir. Bax, ən qısa məsafədir. Onsuz da bu tərifdən görünür. Yəni, hündürlük onsuz da birinci gəlir. Bəs yaxşı, median nə idi? İndi medianı nə ilə quracam? Bax, şagird məsələn belə ispat eləsə, mütləq qəbul eləməlidirlər. Tənbələnin bir xassəsi var idi. Tənbələnin xassəsi bu idi. Əgər tənbələn çəkilmişdirsə, A, B, C. İndi gəlin birinci bunu da ispat kimi verim, amma burada ispat siz etməməlisiniz bunu. Bu tənbələndirsə, bura C, bura A, bura X, bura Y. C-ni X-ə böləndə A-nı da nə inirdik? Y-ə bölürdük. Bunu siz əslində ispat etməməlisiniz, amma ola bilər də sual kimi düşər, deyər ki, bunu ispat edin. Bunu ispat etmək həm sinuslar teoremindən ispat edə bilərsiniz, həm də burada baxın, paralel çəkərəm AB-yə, bir paralel çəkərəm, bir məsələn F deyək. Onda bu çarpaz bucaqlardan buranın da alfa olduğunu alaram. Onda fikir verin, B, F, Z bərabər yanlı üç bucaq olar. Oturacaq bitki bucaqları eynidir. İndi burada bax, paralellik var, oxşarlıq var. Uyğun bucaqların qarşısındakı tərəflərin nisbəti eynidir prinsipi ilə.
Bura tutaq ki, beta desəm, burada betadır. Onda nə alarıq? S-nin A-ya nisbəti, X-in də Y-ə nisbəti. Bax, aldıq. Yenə deyirəm, sinuslar teoremi ilə də almaq olar. Çox şeylə almaq olar. Sahələrlə də almaq olar. Çox şeylə bunu ispat etmək olar. Sonra, indi bu qaydadan istifadə edirəm. Bax, tutaq ki, bu tənböləndir. Tutaq ki, bura çəkildi. İndi baba, bunun burası nə qədər olacaqdı? 5K. Bunun burası nə qədər olacaqdı? 7K. Anladıq mı? O bayaqki nisbət. Bəs median nə idi? Onda alt oturacaq oldu 12K. Ona görə 5 ilə 7 seçmişəm. Bəs median nə idi? Median qarşı təpədən qarşı tərəfin ortasını birləşdirən parça idi. Yəni 13-ün ortası hara düşür? 6-ya. Median da xüsusən çəkiləcək bura. Burada median olsun. Yəni bura 6K olacaq, burada 1K qalacaq. 7K olması üçün. İndi burada elə müqayisəni apara bilərik. Bura H-dır. İndi bunları silirəm. Çünki bax, mediandan sonra nə gəlir? Tənbölən. Tənböləndən sonra nə gəlir? Yox, hündürlükdən sonra nə gəlir? Tənbölən, ondan sonra nə gəlir? Median. Əslində burada görünür də. Bucaqlara görə də müqayisə etmək olur. Necə müqayisə eləyəcək? Bax, tutaq ki, bura alfadırsa, bura nədir? 90 plus alfadır. 1. Onda bu körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucağın qarşısındakı tərəfdə ən böyük olur. Yəni biz isbat edirik ki, median tənböləndən nədir? Böyükdür. K götürməklə. İndi bəs yaxşı, tərəfləri elə 5 ilə 7 götürməklə deyil ki, onda nə edəcək? Onda elə bayaqçı qayda ilə yenə, indi dediyim qayda bəs edəcək. Bax, mən nə götürürəm? Mən götürürəm ki, AB kiçikdir BC. Bunu götürürəm. Bu isbatı hər şagird eləyə bilməz. Elə bayaqki isbat eləsə də gözəldir. İndi biz tənbölən çəkirik. Tənbölən qaydasında bayaqları nə yazdıq? Yazdıq ki, AB-nin BC-yə nisbəti bərabərdir AT-nin TC-yə nisbəti. Bunu yazdıq axı. Bax, AB BC-dən kiçik olduğuna görə AB-ni BC-yə böləndə 1-dən kiçik alırıq. Bax, sol tərəf 1-dən kiçikdirsə, sağ tərəf də 1-dən kiçikdir. Yəni, AT kiçikdir, TC-dir. Yəni, bu AT parçası TC parçasından kiçikdir. AT TC-dən kiçikdir. Məsələn, bura X-dirsə, bura Y-dirsə, X Y-dən kiçikdir. Anladıq mı? Onda bu X Y-dən kiçikdirsə, bu yarısı X plus Y. X plus Y-in yarısı. Hara düşər sizcə? Kiçik olar. Fikir verin. X-in üstünə Y gələcəm burada. Yarısını tapıram. Olacaq 2Y bölü 2. Bu da olacaq Y-dən kiçik. Yəni yarısı. Ya da burada biraz uşaq qarışdırar. Ya da belə götürün məsələn. Yenə bayaqki kimi ədəd də götürə bilərsiniz. X Y-dən kiçikdirsə 2 vaidmi böyüdeyim ki, şagird tez görsün. İndi bax, median çəksə, median isə tən ortaya düşür. Bax, burada mediandır. Belə deyək. Baxın, AT nədir? X-dir. İndi biz ispat etməliyik ki, AM böyüdü AT-dir. Yəni, X kiçikdir. AM daxı X plus Y bölü 2'dir. Çünki ortadadır. Onda öyle buradan da bu görünürdü. Onsuz 2X kiçikdir, X plus Y olur. Və X kiçikdir nə olur? Y olur. Yəni, yenə ispat edirik. Yəni, bu doğruymuş. Yəni, AT yenə kiçikmiş nədən? AM-lə. Bunu alırıq. Onda bitdi də bayaq gözə izah oldu. Onda bura alfadırsa, bura nədir? 90 plus alfadır. Bura M-dir. Burada, yox, bura üzrü sayın. Bura T-dir. Tənböləndir. Bura M-dir. Deməli, 90'ın qabağı onsuz da ən böyüdür. Körbucaqdır. Belə çıxır ki, MT-dən nə oldu? Böyüdü. Hündürlüyü də bunların hamısından kiçik idi. İspat etdik. Biraz ağır sualda deyərdim. 9. İspat edin ki, üçbucağın daxilində götürülmüş ixtiyar nöqtədən bir bizim üçbucağımız var. Bu üçbucağın daxilindən bir nöqtə götürürük. İxtiyar nöqtə üçbucağın təpə nöqtələrə qədər məsafələrin cəmi üçbucağın yarım perimetrindən böyükdür. Əslində elə bu çox uşaq yazar bunu. Üçbucaq bərabərçiliyindən istifadə edəcək. Üçbucaq bərabərçiliyi nə idi? Üçbucağın iki tərəfinin cəmi üçüncü tərəfdən nə idi? Böyük idi. X, Y, Z. Bura A deyək, bura B deyək, bura C deyək. Yəni A plus B nədən böyük olurdu? C-dən. B plus C nədən böyük olurdu? A-dan. A plus C nədən böyük olurdu? B-dən. Üçbucağın ixtiyarı iki tərəfin cəmi üçüncü tərəfdən böyük olmalıdır. Bunu unutmayın. Buradan da çox suallar qurmaq olur əslində. Bunların məsələn kvadrat yüksəldib tərəf-tərəfə toplamaq var və yaxud da
bu a minus c böldü mənfi b-dirsə kvadrata yüksəltməklə çox şeylər eləmək olar. Və yaxud da ki, bu bərabərsizlik var axı. Məsələn, c kiçikdir, böldü a minus b-dən, bu da kiçikdir a plus b-dən. Yenə də bərabərsizlikdən danışsaq çox danışarıq. İndi nə edirəm? Bu üçbucaq üçün bayaqki bərabərsizliyi yazıram. Onda nə olur? X plus z böldü a. Keçirəm bu üçbucaq üçün yazıram. Y plus z böldü b. Keçirəm bu üçbucaq üçün yazıram. X plus y böldü c. Və bunları mən tərəf-tərəfə toplayacağım ki, o 3 dənə məsafəni alım. Tərəf-tərəfə toplayanda hər birindən 2 dənə olur. Onda hər tərəfi 2-yə böləcəm. İndi hər tərəfi 2-yə böləndə a plus b plus c bölünsün 2 eləyir. Bəs a plus b plus c bölünsün 2 nə idi? Yarım perimetr idi. İspat etdik. 10-cu sual. Bu normal sualdır. Bunu yəni çox uşaq düşünə bilər. 10-cu sualda deyir ki, bərabər yanlı bir üçbucağımız var. Bərabər yanlı üçbucağın AC oturacağı var. Burada B'dir. Deməli bunlar eynidir. Oturacağı bitişik bucaqlar nədir? Eynidir. AC oturacağı üzərində götürülmüş M nöqtəsindən yan tərəflərə paralel. Buradan bir M nöqtəsi götürülüb. Yan tərəflərə paralel MY. Bu paraleldir bura. Bir də MF. Bu da yan tərəf olaraq BC-yə paraleldir. Buna da 2 dənə xətt qoyaq. İndi nə deyəcək? Alınmış MYBF dördbucaqlısının perimetri üçbucağın yan tərəflərinin cəminə bərabərdir. Yəni üçbucağın yan tərəfi 1 adı, opsi da adı. O perimetri 2 olduğunu isbat etməliyik. Edək. Əslində bu sualdan toplunun ədədlərlə verilən, yəni üçbucaq mövzusunda olan suallardan ibarət belə bir sual tipi vardı da. Yəni orada ədədlər verdi, perimetrini tapıb deyirdi, ispat edin demirdi. Rahatdır bu. Yenə biz nədən istifadə edirik? Baxın, paralel düz xəttlər var. Onda paralel düz xəttlərdə bura alfa idisə, bu çarpazlığından burada alfa idi, burada alfa idi. Deməli bu bucaqlar nə idi? Eyni idi. İndi baxın, buna paralelliyindən ispat etdik ki, bura nə olur? Alfa. Sonra bura baxın. Bura paralelliyindən ispat eləyirik ki, bura paralelliyindən ispat eləyirik ki, bu alfadırsa burada alfadır. Onda burada 2 dənə üçbucağımız var. Bu oturacağı bitişik bucaqlar eynidir. Bu da oturacağı bitişik iki bucağı eynidir. Deməli bunlar bərabər yanlıdır. Yəni bura n-dırsa, burada n-dır. Bura m-dırsa, burada m-dır. İndi baxın buna baxın. Bura mən bir beta desəm, onda burada betadır. Bu niyə beta oldu? Bu üçünün cəmi 180-dır. Bu üçünün də cəmi 180-dır. İndi bu oldu. Qarşı tərəfləri paralel və qarşı bucaqları bərabər. Yəni bax bu xarici bucaq 2 alfadır axı. Onda bu xarici bucaq da 2 alfadır. Qarşı bucaqlar bərabər. Onda bu oldu paralelogram. Yəni burası n-dir, burası da m-dir. İndi baxın elə buranın m plus m, buranın da m plus m olduğunu alırıq onsuz da. Onda bunun perimetri nəyə bərabərdir? 2 dənə m plus m-ə, o 4 bucağın perimetri. M plus m də bax həm bura, həm buranın cəmi deməkdir. Yəni 2 aya. Yəni buradırsa, buradadır. İspat edirik, o nədir? 2 adır. Bu da onun isbatı. 11-ci sual. 11-ci sual gözəl sualdır yenə. Gəlin bunu biraz çəkək bura. Bunu da biz böyüdək. Yazıb ki, ABC üçbucağı bərabər tərəfli üçbucağın daxilindən mərkəzi O nöqtəsində radiusu R olan üçbucağın iki tərəfindən və bu çevrəyə toxunan mərkəzi O1 nöqtəsində radiusu R1 olan sualı şərhini oxuduz. R bölünsün R1'in 3 olduğunu ispat edin deyir. Biz burada nəyi isbatla yanaşmalıyıq? Bu qaydadan istifadə etməliyik. Bax, çevrəyə çəkilmiş bir nöqtədən 2 toxunan nə idi? Bərabər idi. Çevrənin mərkəzini O götürəndə, çevrə ilə mərkəzlə toxunduğu nöqtələri birləşdirəndə nə alırdıq? Perpendikulyar alırdıq. Çünki deyirdik, toxunan radiusa perpendikulyardır. Buraya R. Və bunu birləşdirəndə burada 2 dənə üçbucaq alırsınız. Yenə alfa, beta deməklə ispat etmək olur ki, bu təmbiran olur. Bax, nə dedik? Bura təmbiran olur. Bu təmbiran olur və bunlar da bərabərdir. İndi, baxın. Bunu birləşdirirəm. Bunu birləşdirəndə bu OC olur təmbilən. Yəni bura olur 30 dərəcə, burada olur 30 dərəcə. 30'un qarşısındakı hipotenuzun yarısıdır. Onda bura olur 2 dənə R. Burada da 30'un qarşısında, bəs bunları niyə 90 yazdıq? Radius toxunana perpendikulyardır. Burada da 30'un qarşısındakı, baxın bu R1 və bura. Burada olur nə? 2R1.
İndi gözəlliyə fikir verin. Bir dənə bura baxın. Bax bura məsafə var. O1, o. O iki çevrənin radiusları cəminə bərabərdir. Bura R-dir, burada R1-dir. Görürsünüzmü? Onda nə alırıq? Onda bax bütün o 3 dənə parçanın cəmi, yəni R plus R1 plus 2R1 bərabərdir nəyə? 2-yə. Onda buradan bir tərəfli yıxsam R bərabərdir 3R1 olur və R-i R1-ə böləndə 3 olduğunu alırıq. Deməli biz burada nədən istifadə etdik? Otsun qarşısındakı hipotenuzun yarısıdır. Bir də xaricdəki nöqtədən çevrəyə çəkmiş 2 toxunla bərabərdir və onu mərkəzlə birləşdirəndə tənbülan aldıq. Əla. 12. Bu da gözəl sualdır. Hamınız ispat etməlisiniz. Yazın mərkəzi O olan çevrəyə siyah toxunanı çəkilmişdir və AB bərabərdir AC-dir. İspat edin ki, çevrənin radiusu DC parçasına bərabərdir. Edək. Bu bərabər yanlı olduğuna görə bura alfa deyirik. Çünki bu bərabər yanlı 3 bucaqdır. Oturacağı bitki bucaqları eynidir. Və nə görürəm? Bu A, AC çevrəyə çəkilmiş toxunandır. Bu O da mərkəzdir. Onda mən nə dedim? Çevrədən radius çəkəcəyik toxunana və toxunana perpendikulyar olduğunu deyəcəyik. Əla. Onda baxın bura daxili bucaqdır. Bura mərkəzi bucaqdır. Daxili bucaq mərkəzi bucağın yarısı idi. 2 alfa və yaxud belə də ispat edə bilərsiniz. Bura radiusdur. Onda burada alfadır. Bura olur xarici bucaqdan 2 alfa. İndi keçin fikrinizi bu 3 bucağa verin. Bu 3 bucağın iti bucaqlarının biri alfadır, biri 2 alfadır və onların cəmi 90 olmalıdır. Çünki bu düz bucaqlı 3 bucaqdır. Onda alfanı 30 alırıq. Onda gəlin 30'u yapışdırın bura. Onda burada nə qədər olur? 60. İndi burada 90'dır və bura radiusdur. 30'un qarşısındakı hipotenuzun nəyi idi? Yarısı idi. Çünki 90 qarşısındakı hipotenuzdur. Axı bizdə OD-də radiusdur. İndi OC-nin 2 radius olması üçün bir dənə radiusu çıxsam, DC-yə nə alıram? Radius alıram. Bu da sizin isbatınız. 13-cü sual. Bərabər tərəfli bir ABC 3 bucağı verib. Təbii ki, siz buralara 60, 60, 60 yazacaqsınız. Bu 3 bucağın AC tərəfi üzərində qurulmuş yarım çevrə. Yarım çevrədirsə bu diametrdir. Onda diametrə görə yuxarıdakı bütün qövs 180 dərəcədir. Bunu yadınızda saxlayın. Onda 180 dərəcədirsə, bax buradan bura bu qövs daxili bucağa görə nə qədərdir? 120. Hardan bilirəm? Bu 60'ın 2 qatı. Onda bura 60 qalır. Eynən keçək bu tərəfə. Bura 60'dırsa bura 120'dir. Daxili bucaq gördüyü qövsün yarısıdır. Onda burada 60 qalır ki 120 olsun. Onda yenidən 3'ünün cəmi 180 olmalıydı. Burada nə qalır? 60. Yəni bu çox bəsitdir. Qövslərin dərəcələri eynidirsə onların uzunları da bərabərdir. İspat etdik. Bir də bunu bilin. Bu da çox istifadə olunur. Burada yarım dairədə həmişə siz bu vətəri çəkin və bu aşağı 180'dir. 180'ın yarısı nə olurdu? 90 və yaxud da deyirdik ki, diametrə söykənən daxili bucaq düz bucaqdır. Bundan da həmişə istifadə etmək lazımdır. Gəldik buna. Görək bu nədir? Məsələni bir də oxuyaq. Deməli deyir ki, iki çevrənin kəsmə nöqtəsindən, iki çevrənin kəsmə nöqtəsi biri A-dır görürsünüz. Onların diametrləri çəkilmişdir. Görürsünüz ki, bu diametrdir. Bu da digər diametrdir. Diametrləri çəkilmişdir. Sonra ispat edin ki, bu diametrlərin uc nöqtələri, baxın bununla bu uc nöqtələri və çevrələrin digər kəsmə nöqtəsi və bu üçü bir düz xətt üzərindədir. Yəni üçü bir düz xətt üzərindədir. Bunu ispat eləyəcək. Yəni bura məsələn x-dirsə, bura y-dirsə, x plus y CD olması lazımdır. İndi necə ispat etmək lazımdır? Bincə bir keçid var. Diqqətli olun. Bayaq mən bir anlayış dedim. Dedim yarım dairə görən kimi nədən istifadə eləyin? Yarım dairə görən kimi daxili bucağa fikir verin həmişə. Bu yarım dairədirsə, bunun daxili bucağını həmişə çəkin. Daxili bucağını çəkəndə daxili bucaq heç vaxtı dəyişməyəcək. 90 olacaq. Çünki 180'ın yarısı həmişə nə olur? 90. Ona görə mən nə edirəm? Baxın bunu birləşdirirəm ki, daxili bucağı görüm. Və bu daxili bucaq B nöqtəsi ilə təbii ki birləşdirdim. Çünki CB vətəridir. Və daxili bucaq olur 90. Bu O1 mərkəzli çevrəyə görə olur. İndi diqqətli olun. Keçək O2 mərkəzli çevrəyə görə. Bura yenə diametrdir. Yenə diametrə söykənən daxili bucaq düz bucaqdır. İndi bu 2, 90 bir yerdən neçəni verir? 180'dır. 180'ı da verən nə idi? Açıq bucaq. Yəni bu üçünün bir düz xətt üzərində olması deməkdir. Yəni bunlar qırılmayacaq. Yəni açıq düz gedir. Düz getməsəydi o bucaq məsələn tutaq ki 120 dərəcə olsaydı o belə gedərdi. Anladınız mı? Üçü bir düz xətt üzərində olmasının
Əsas şərti bu iki bucağın nəyi verməlidir? Qonşu bucaqlar olmalıdır. Yəni ikisinin cəmi 180 dərəcə olmalıdır. Qonşu bucaqlar olmalıdır. Onda CBD nədir? Bir düz xətt üzərindədir. 15-ci sual da qısa məntiqli sualdır. Yazıb ki, isbat edin ki, üçbucağın medianlarının oturacağından keçir. Bax, bura medianlardır. Oturacağından keçən çevrənin radisi bu üçbucağın xaricini çəkmiş çevrənin radisinin 2 dəfə kiçikdir. Yəni, böyük üçbucağın böyük erinin balaca üçbucağın balaca er deyim ona, nisbəti 2-dir. Bu nisbat eləyəcək. Necə isbat eləyirik? Çox bəsit. Baxın, median qarşı tərəfin ortasını birləşdirirdi. Bax, bununla bu eynidir, bununla da bu eynidir. Onda mən bu C1, B1-i birləşdirsəm, C1, B1 olur AC-nin yarısı. Yəni, A bölü 2 olur. Sonra, götürüb A1, B1-i birləşdirsəm, o da yenə AB-nin yarısı olur. Götürüb C1, A1-i birləşdirsəm, o da yenə AC-nin yarısı olur. Yəni, orta xətt olur. Yəni, siz belə bir şey alırsınız. Bax, bu bir üçbucaqdır. Bu üçbucağın tərəfləri C1, C1 deyək, B1 deyək, A1 deyək. C1, B1, AC-nin yarısı, BC-nin yarısı. Yəni, A bölü 2-dir. Sonra, bura B bölü 2-dir, burada C bölü 2-dir. Bax, bu üçbucaq verilən üçbucağa görə tərəflərinin 2 dəfə azdır. Yəni, verilən üçbucağın tərəflərindən bunun tərəfləri 2 dəfə azdır. Deməli, bu üçbucaqlar oxşardır. Oxşarlıq əmsalı onda nədir? 2-dir. Onda radiuslar nisbəti nəyə bərabərdir? K-ya. K-da nə idi? 2 idi. İspat etdik. Çünki bu üçbucaqla verilən üçbucaq oxşardır. Bunu da deyə bilərsiniz. Və tərəflər nisbəti 2-dir. Yəni, K 2-dir. Onda radiuslar nisbəti də 2-dir. Belə. Radiusun orada ümumi düsturunu yazmağa ehtiyac yoxdur. Yazıb ki, ispat edin ki, qabarıq dördbucaqlının diagonallarının uzunluqları cəmi onun perimetrindən kiçikdir. İspat edək. Bir qabarıq dördbucaqlı çəkirik. 1, 2. Bunu çox böyütdük. Gəlin biraz bir yana verək. Deməli, bir qabarıq dördbucaqlı çəkirik. Bu bir qabarıq dördbucaqlı olsun. Neyin eybəcər oldu, eyb yoxdur. İndi bunun bir diagonalı var. Bu diagonal bura A olsun, bura B olsun, bura C olsun, bura D olsun. Deməli, bura D1'dir. Onda bu D1'in kiçik alıram A plus B'dən. Çünki A plus B nədən böyüdür? D1'dən. Diagonalın uzunlar cəmi. Bax, bunu aldıq. Və yaxud da ki, buradan da D1 yenə aşağıdan da kiçik aldıq D plus C'dən. İndi keçin buna baxın. Bu üçbucaqlara baxın. Bura D2'dir. Burada üçbucağı bərabərsizliyi yazın. Deməli, D2 kiçikdir A plus C'dən. Keçin burada üçbucaqda bərabərsizliyi yazın. Yenə D2 kiçikdir B plus D'dən. Çünki üçbucağın iki tərəfin cəmi üçüncü tərəfdən böyüdür. İndi bunları toplasam, sol tərəfdə alıram 2 dənə D1 plus D2. Sağ tərəfdə də alıram 2 dənə A plus B plus C plus D. Onda olur diagonalların cəmi kiçikdir olur tərəflərin dördünün də cəmindən. Onda bura nə idi? Perimetridir axı. Olur D1 üstəyər D2 kiçikdir nədən? Bütün dördbucağının perimetrindən. Bu da normal isbatdır. 17-ci suala baxaq. 17-ci sual üçün bunu biraz böyüdəcəm. Deməli, yazır ki, ABCD trapesiyasında bu tənböləndir. Çox xoşum gəlir tənbölən suallarına. Və bu tənbölən gəlib buranı yarıya bölüb. İndi deyir ki, ispat edin ki, AB bərabərdir AD plus BC'dir. İki qayda yada düşər. İki qayda da gözəl qaydadır. Bu en orta nöqtə olduğuna görə mən buradan orta xətti çəkərəm. Yəni oturacaqları paralel bir parça apararam. Orta xətt olar bu. Və orta xətt oturacağa paralel olduğuna görə Z qaydasına görə bu bucaq da gəlib bu bucaqla eyni olacaq. Və bu nə olacaq? Bu olacaq bərabər yəni üçbucaq. Və bu da orta nöqtəni birləşdirir. Bax, çünki orta xətt çəkibsən. Yəni bura N olanda buradanıdır. Onda bu bərabər yəni üçbucaq olduğuna görə buradanıdır. Və orta xətti necə tapılırdı? Orta xətti gəlin yenə yadınıza salaq. Orta xətt oturacaqların cəminin yarısı idi. Onda 2n nəyə bərabər olur? A plus B. Bəs 2n nə idi? 2n AB idi. Deməli, AB nəyə bərabər oldu? Oturacaqlar cəmini. Bu bir üsul. Elə normal da üsuldur. İkinci üsul, mən burada bunu davamın çəkəcəm və burada bir üçbucaq quracam. Bu üçbucaq yuxarının aşağıya görə, paralel olduğuna görə, qum saatına görə
Z qaydalarına görə paralelliyi var. Və bura alfa alfa desəm, onda burada alfa olur. Bura bir y deyək. İndi gedin ABY üçbucağına baxın. Alfa alfa olduğuna görə onlar bərabərdir. Bərabər yanlı üçbucaqdır. Yəni AB ilə bax AB ilə BY bir-birinə bərabərdir. İndi fikir verin bura. Bundan buna. Bunlar kongruent üçbucaqlardır. Səbəb. Çünki oxşardılar və nisbət 1-in 1-ədir. Yəni K1'dir. Onda onları SY-si ilə də və burası ilə də burası eyni olur. Onda mən bura A desəm, bura da A'ymış. İndi bura B idi. Və bura nə qədər oldu? A plus B. Onda burada A plus B'dir. Çünki alfa alfaya görə bu bərabər yanlı üçbucaqdır. Belə. Gəldik 18-ə. 18-ci sualda yazıb ki, Y və F nöqtələri ABCD paraqramının AB və CD qarşı tərəflərin orta nöqtələridir. AF və CY düz xətlərin BD diaqonal 3 bərabər hissəyə bölündüyünü isbat edin. Oxşarlıq. Oxşarlıq. Deməli, orta nöqtədirsə, bura A'dırsa, burada A'dır. Onda burada A'dır, burada A'dır. Orta nöqtə olduğuna görə. İndi siz fikir verin nəyə? Fikir verin, bax, bu oxşarlığa da. Onu sözlə də yaza bilərsiniz. Bu üçbucaqla nə idi? Oxşar idi. Bu üçbucağına oxşar idi. Onda orada oxşarlıq əmsalı 1-in 2-ədir. Yəni, bura 1 K olsa, onda bura nədir? 2K'dır. Bu belə. Bura pitoba, bu BM 2K'dır. Onda bizim bütün diaqonalımız olur 3K. Sonra bunu silək. Bunu da indi buradan siləm. O K qalsın hələlik orada. İndi keçin bunun oxşarlığına. Baxın, burada bir qum saatı var. Eyni şeydir əslində. Elə bir kopyalayıblar bunu bura. Bu da oxşardır. Və orada da yenə də oxşarlıq nisbəti 1-in 2-ədir. Çünki bura 2A'dır, buradır. Yenə nisbət 1-in 2 olduğuna görə yenə ümumi elə bir ki, belə lap deyək. Bura x-dirsə, buradan bu yana 2x-dir. Onda yenə də bütün nisbət olur 3x. 3x ilə 3k bərabər olduğuna görə bunlar deməli eyniymiş. İndi burada k oldu. Burada k'dır. Axı bütov 3k idi. Onda bura nə qaldı? K. Onda bunların üçünü bir-birinə nə oldu? Bərabər oldu. Oxşarlıq. İspat edin ki, trapezin oturacaqlarının fərqinin modulunun yan tərəflərinin fərqinin modulundan böyüdür. Necə ispat eləyərik? Çox gözəl. Biraz bunu böyüdək. İxtiyarı bir, ispat edin ki, trapezi. İxtiyarı bir trapeziyamız olsun. Belə bir trapeziyamız olsun. Görək bu quracaq. 1, 2, 3, 4. Əla. Bu nədənsə bu proqram bərabər yanlı kimi gəlir qurur. Belə qursa görək. Üçbucağı tamamladı. Biraz belə aparsaq. Yox. Deməli bərabər yanlı kimi qurur. Onda belə olsun. Bu biraz çox gəlsin. Bu belə getsin. Bu da belə etsin. Olsun. A, B, C, D. Mənim bir gözəl sözüm var trapesiyalarda. Deyirəm, əgər trapesiya bərabər yanlı və ya düzbucaqlı deyilsə, həmişə ortada bir parallelogram qurun. Və götürürəm, burada bir parallelogram qururam. Yəni, bura A'dırsa, buranı da A deyirəm. Onda burada Y oldu. Burada parallelogram qurmuşam. Yəni, AB tərəfi, yan tərəf 1-dirsə, burada yan tərəf 1-dir. Burada yan tərəf 2-dir. Burada alt oturacaq, çıx üst oturacaq olur. Çünki bura bütov B idi. İndi bura baxın, burada bir üçbucaq var. O üçbucaqda təbii ki, sən nə yaza bilərsən? Üçbucaq bərabərsizliyi. Yazıb trapezin oturacağının fərqinin modulu onun yan tərəflərin fərqinin modulundan böyüdür. Üçbucaq bərabərsizliyinə görə mən bu B çıx A və bir hər hansı C tərəfidir. Bu C tərəfidir. İkisi idi, nə yazırdım? Onların cəmindən kiçik idi, böyüdür onların fərqini nəyindən? Modulundan. Bax, səndən bu tərəfi istəyir. Bax, oturacaqlar fərqi, yəni böyük tərəf çıx, kiçik tərəf. Bunu modulda da yaza bilərsən. Böyük oldu nədən? Yan tərəflərin fərqinin modulundan. Modul niyə deyir? Çünki böyükdən balacadan çıxmalısan ki, mənfi almayasan həmdəsə də. Bu da əla oldu. Xoşum gəldi bu suala. Sonra 20. Yazıb ispat edin ki, trapeziyanın bir yan tərəfinə bitişik bucaqların tən bölənləri trapeziyanın orta xətti üzərində bir nöqtədə düz bucaq altında kəsişir. Çox rahat. Nəyi rahat? İspat edin ki, trapeziyanın bir yan tərəfinə bitişik bucaqların tən bölənləri. Bu YF-i yəqin ki, oturacaqları paralel çəkib. Bax, orta xətti üzərindəki bir nöqtədə düz bucaq altında kəsişir. Bax, bura alfa, bura alfa. Onda Z qaydasına görə bura nə olur? Alfa. Onda alfa alfaya görə bu bərabər yanlı olur.
Yəni bu MF'in FD'yə bərabərliyini aldıq. İndi gəlin yuxarıda tənbələndir deyir. Bura beta, bura beta. Onda yenidən Z qaydasına görə və yaxud da çarpazlıq deyirsiniz, siz çarpazlıq deyin. Burada nə olur? Beta. Onda bu CF'in də MF'ə bərabər olduğunu aldınız. Deməli, üçü də bir-birinə bərabər oldu. Üçü də nə oldu? Bir-birinə bərabər oldu. Onda üçü bir-birinə bərabər oldusa, bu YF oturacaqlar paralel çəkilmişdi və yan tərəfin orta nöqtəsini birləşdirdi. Deməli, bu orta xəttdir. İndi bucağı ispat eləyək. Bu 2 alfa və bu da 2 beta. Yəni trapeziyanın bir yan tərəfinə bir şey iti bucağı ilə kör bucağın cəmi 180 dərəcədir. O daxili bir tərəfli bucaqlara görə. Onda bunda 90 alırıq. Bax, buradan oldu 90. İspat etdik. Yəni o tənbələn bir iti bucağı ilə bir kör bucağının tənbələni gedib orta xətt üzərində kəsişirlər. Bunu bilin. 21-ci sual. Yazıb ispat edin ki, trapeziyanın xaricinə və daxilinə çevrə çəkmək mümkündürsə, bu trapeziyanın yan tərəfinə onun orta xəttinə bərabərdir. Əla. Bax, yadınızda saxlayın. Sizə belə bir sual düşər. Deyər ki, bir dörd bucağının xaricinə çevrə çəkmək üçün qarşı təpədəki bucaqların cəminin 180 dərəcə olmasını ispat edin. Belə bir sual düşər. Onu necə ispat edəcəksiniz? Deyəcəksiniz ki, bu A-dır, tutaq ki, bu B-dir, bu C-dir, bu D-dir. Bax, bura alfa. Onda bu qövsü nə oldu? 2 alfa. Bax, bura beta. Onda bu qövsü nə oldu? 2 beta. Onda alfa, 2 alfa və 2 beta 360 dərəcə idi. Onda alfa ilə betaya nə qalır? 180. Yəni bu qayda, bu tərif kimi yəqin ki, hamımızın yadındadır. Bir dörd bucağının xaricinə çevrə çəkmək üçün qarşı təpədəki bucaqların cəmi 180 dərəcə olmalıdır. Bu birinci qayda. İndi ikinci qaydanı yadca salın. Trapesiyalar bərabər yanlı olmayanda onların qarşı bucaqlarının cəmi 180 dərəcə olmur. Məsələn, bax, tutaq ki, belə trapesiya çəkək. Biri belə, gəldi bu belə. Bunlar bərabər yanlı olmayacaq. Yenə də proqramın özü qurdu, üzrü sayın. Belə bir şəkil çəkək. İndi bura alfadırsa, bura betadırsa, bura məsələn bir fidən qammadan bir şey desək, bu bərabər yanlı olanda alfa ilə fi eyni olur, beta ilə alfa ilə qamma eyni olur, beta ilə fi eyni olur. Yəni kör bucaqlar bərabər olur, iti bucaqlar bərabər olur. Bərabər yanlı olmayanda fərqli olur. İndi, bax, bunun xaricinə sən çevrə çəkirsənsə, bu qarşı təpədəki bucaqların cəmi 180 dərəcə olmalıdır. Onda alfa ilə fi'nin cəmi 180-dir. Bəs axı, daxili bir tərəfli bucaqlara görə də alfa ilə beta'nın cəmi axı 180-dir, paralelliyə əlamətinə görə. Onda bu beta ilə fi nə olur? Eyni olur. Yəni bunu alırsan ki, yalnız və yalnız bərabər yanlı, çünki üstə oturacağı bitki bucaqları eyni aldın. Yalnız və yalnız bərabər yanlı trapeziyanın xaricinə çevrə çəkə bilərsən. Bunu alırsan. Ola bilərsə imtahana düşər ki, ispat edin ki, yalnız və yalnız bərabər yanlı trapeziyanın xaricinə çevrə çəkmək olar. Bu bir. Deməli, bu bərabər yanlı trapeziyadır. Yəni, bura alfadırsa, bura da alfadır. Əslində heç onu deməyək, bu yan tərəflər daha eynidir. Buradır, bura beydir. Bu bir. Bunu aldıq. İkinci, bir dörd bucağının daxilinə çevrə çəkəndə nə olacaq? Tutaq ki, bu bir dörd bucaqlıdır. Bunun daxilinə çevrə çəkilir. Bu ixtiyar bir dörd bucaqlıdır. Trapeziya kimi nəzərə almayın. Bunun daxilinə çevrə çəkirlər. Onda nə olacaq? Onda nə qaydası alınır? Deyilir ki, qarşı tərəflərin cəmi bərabər olmalıdır. Səbəb. Bu səbəb nədir? Çünki bayaq da çox danışdıq bundan. Baxın, bu toxunanıdır. Yəni, xaricidən çevrəyə çəkilmiş iki toxunan. Deyirdik, nədir? Bərabərdir. Bunu ispat elədik siz üçün. Onda baxın, bura A-dırsa, bura qədər olan hissələr X-dirsə, bura da X-dir. Bura B-dirsə, bura tərəf olan hissə ilə bura eynidir. Bura C-dirsə, bu toxunandır. Z-dirsə, bura da Z-dir. Bura məsələn, bir F, A, B, C, D. Bura D-dirsə, onda bura məsələn T-dirsə, bura da T-dir. Baxın, indi bura X plus D, bura Y plus Z-dir. Yəni, BC, yoruldum biraz şagirdlər. Yəni, AD ilə BC oldu X, Y, Z-dir. Bura X plus Y, bura Z plus D. Toplananların yeni dəyişəndə cəm dəyişmir. Onda burada oldu AB plus C'dir. Yəni, biz nə alırıq? Bir dörd bucaqlının da daxilinə çevrə çəkmək üçün onun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Onda bax, A plus B bərabər olmalıdır iki yan tərəfə. Yəni, bununla bunun cəmi, bununla bunun cəminə bərabər olmalıdır. Onda yan tərəf tapanda olur A plus B bölünsün 2. Onda biz nəyi ispat etdik? Yan tərəf elə orta xəttə bərabərmiş. Bax, bir də təkrar deyirəm. Yalnız və yalnız bərabər yanlı trapeziyanın xaricinə çevrə çəkmək olur. Bu bir.
İkinci qayda isə bütün trapeziyaların daxilində çevrə çəkmək olar, amma qarşı tərəflərin cəmi bərabər olsun. Bu ixtiyari dördbucaqlıda ödənir. Qarşı tərəflərin cəmi bərabərdirsə, onun daxilində çevrə çəkmək olar. Əla. 22-ci sual. 22-ci sual bəhs etdi yenə. Niyə bəhs etdi? Çünki mən sizə bayaq dedim ki, bir nə qurun? Parallelogram qurun burada. Əgər bərabər yanlı və düzbucaqlı deyilsə, onda burada A-dır, burada C-dir. Baxın, bura kör bucağının dərəcə ölçülərinin cəmi. Bununla bunun cəmi 270-dirsə, onda iti bucaqların cəmi gərək 90 olar ki, bütün bucaq 360 olsun. İndi parallelogram qurmuşsan, bura alfadırsa alfadır, onda Z qaydasına görə burada alfadır. İndi bura alfa ilə betanın cəmi 90-dırsa, C bucağına burada düz bucaqlı üst bucaq üçün 90 mütləq qalır da. Yəni alfa plus beta 90-sa C-yə 90 qalır. Onda burada Pifagor teoreminə görə burada olur A kvadratı plus B kvadratı. Bax, indi ispat elədik ki, AD nə imiş? C üstəgəl bu imiş. Ümumiyyətlə, trapeziya bərabər yanlı və düz bucaqlı deyilsə, həmişə orada bir parallelogram qurun. Orada elə bicdik, orada gizlənəcək. Diagonalları perpendikuların düz bucaqlı trapezin hündürlüyü onun oturacağının həndəsi ortasıdır. Bunu çox demişəm mənim dərslərimə baxıbsızsa. Necə qurulur? Bir düzbucaqlı trapeziyanın diagonalları perpendikulyardırsa, bu mənim hər demək olar ki, trapeziya dərsimdə ispat eləyirəm. Diagonallar perpendikulyardırsa, bunu biraz bu yana çəkək, yerimiz olsun. Onda neyinin? Çöldə bir parallelogram qurun. Bu dəfə. Bura A-dırsa, burada 7-yim, burada bir A qurun. Bax, onda burada bir parallelogram qurduq. Yəni, AC ilə YB eyni oldu. Yəni, bu diagonal birdirsə, digər də diagonal oldu. Onda nə alırıq? Bax, buraxı 90 dərəcədir. Deyir, diagonallar perpendikulyardır. Onda parallelogramda U qaydasına görə gəlirəm, buranı da 90 alıram. Bax, buranı. Bax, bu iki bucağın cəmi 90, 180 verməlidir. Yəni, alırıq YBD bir nədir? Bir düz bucaqlı üst bucaqdır. Burada hündürlüydür. Onda buradan proyeksiya qaydasına görə, bax, bu BA da düz bucaqlı üst bucaqda hipotenüzə çəkilmiş hündürlüyü olur. Proyeksiya qaydasına görə hündürlüyün kvadratı olur. Bu ikisinin hasili. Bir də elə burada bu var. Bu da diagonal, ikinci diagonaldır. Baxın, bunu qaralasam sizcə, bu düz bucaqlı üst bucaqdır. Burada təbii ki, nə ödənməlidir? Pifagor teoremi ödənməlidir. Yəni, burada ikinci dəfə sizə bunu deyər ispat elə. Diagonalların kvadratları cəmi, deyər ki, məsələn, oturacaqların cəminin kvadratıdır. Bu da Pifagor teoremindən alınır. Bir də burada sahə ümumi. Diagonalların hasilinin yarısı olur. Trapeziyanın sahəsi. Səbəb odur ki, D1 vur, D2 vur, onlar arasındakı bucağın sinusu bölü 2 qaydası var 4 bucaqlılarda. Orada 90 olduğuna görə bunu alırıq. Və yaxud, bir gözəllik deyəcəm. Görən üçün nə ala? Bunları silək. Bu sahə A vur H bölü 2-dir. Trapeziyada. Onda bu sahədə nədir? A vur H bölü 2. Ona görə o sahəni bu sahə ilə gətirib elə bir ki, bu sahəni kopyalamışam bura. Onda bu sahə, bütün sahənin elə özü olur. Çünki o B, C, D-ni kopyalamışam YB-aya sahəni. Onda bu düz bucaqlı üst bucaqdır. Düz bucaqlı üst bucağın sahəsi katetdən asılı bölü 2-dir. D1, D2 orada katetlərdir. Gözəl. Yazıb diagonallar perpendikuların düz bucaqlı trapezin sahəsi onun oturacaqlarının ədədi ortası ilə həndəsi ortasının hasilinə bərabərdir. Nə bəsit sual. Saha nə idi? A plus B bölünsün 2 vurulsun H idi. İndi H-ın yerinə nə yazacağıq ki? Buradan almışıq köşaltı AB. Bax, A plus B bölü 2 ədədi ortadır. Köşaltı AB də həndəsi ortadır. İspat etdik ki, onların hasilidir. 25-ci sual. Bu 26-nı da sizin ispat etdim. Baxın. Burada. Deməli, onun orta xətti. Bax, buradan mən A plus B-ni alsam, alıram kök altında D1 kvadrat üstəl D2 kvadrat. Bax, ixtiyari trapeziyada da bunu qurmaq olur. D1 kvadrat üstəl D2 kvadrat tərəf oturacaqların cəmidir. Onda orta xətt bunun yarısı idi. O şəkili yenə də bax, belə qurmaq olur. Eyni cür qurmaq olur. Necə? Baxın, tutaq ki, yenə bu belə bir üçbucaq yox. Belə bir trapeziyadır. Diagonallar perpendikulyardırsa, yenə eyni məntiqdir. Bax, bura 90-dırsa, bura A-dır, bura B-dir. Yenə siz götürüb burada bir bərabər yanlı üçbucaq qurursunuz. Eyni məntiq. Sadəcə bayaqları o AB hündürlüyüdür, düz bucaqlı üçbucaqdır. Yenə bax, bura 90-dır. Z qaydasına görə bura 90-dır. Bura D1-dir.
Bura paralleloqrama görə adırsa buradadır. Burada D2'dir. Onda baxın düzbucaqlı üçbucaq aldınız burada yenə baxın. Onda bu nə oldu? D1'in kvadratı üstə D2'nin kvadratı bərabər oldu A plus B'nin kvadratıdır. Pifagor. Və o üçbucağın sahəsi bütün sahənin özüydü. Bu düzbucaqlı üçbucaqdır. İndi 25'e baxaq. 25'te deyir bərabər yanlı trapesiyanın diagonalları perpendikulyar olsa nə olacaq? Bunu da mən dərslərimdə hər dəfə deyirəm öz şagirdlərim. Siz qulaq asanda yadınıza salın. Bərabər yanlı trapesiyanın bilirik ki, diagonalları eynidir. Onda onun alt oturacağına əməliyyat edirdi. Bucaqlar da eyni idi. Bura 90'dırsa indi buralar 45-45'dir. İndi hündürlükdən danışır. Mən onda bu hündürlüyü buradan bu dəfə çəkəcəm. Onda bu hündürlüyü xüsusi fikir verək. Burada o deyək. O, BS düzbucaqlı bərabər yanlı üçbucaqdır. Onda onun hipotenuza çəkilən hündürlüyü hipotenuzun yarısıydı. Onda bura oldu A bölü 2. Çünki onsuz da 45-45'dən görünür. Hündürlük həm mediandır, həm də tən bölən. Keçək bura. Bura bir Y idi, bura da F idi. Alttaki da bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bura B'dirsə, bura hündürlüyüdürsə, burada B bölünsün 2 olur. Onda bütün baxın, bura baxın. Bura nə oldu? A plus B bölünsün 2. O da nə oldu? Hündürlük. Onda sahə, bax sahə orta xətt vur hündürlüyü olduğuna görə hündürlüyün kvadratıdır. Ya da sahə orta xəttin kvadratıdır. Bunu bilin. Və burada mən sizə bir şey də öyrədim. Bəzən bərabər yanlı trapesiyada söz yazar. Diagonallar perpendikulyardır və bu hündürlüyü çəkər. Bu hündürlüyü çəkəndə yadımıza salaq ki, bura B çıx A bölü 2 idi. Burada B plus A bölü 2 idi. Bax, buranın özü elə orta xəttidir. Yəni, buranı verməklə buranı vermək eyni anlayışdır. Eynidir. Əgər diagonallar perpendikulyar olsa. Yəni, bura elə orta xətti. İndi orada da diagonallar perpendikulyar olanda elə bu hündürlük olurdu. Belə. Əziz şagirdlər və müdavimlər, inşallah xeyrizədir. Nəsə suallarınız olanda şərh bölməsində də yaza bilərsiniz. Şagirdlər dərsdə də soruşa bilərsiniz. Suallarımız bitdi. Növbəti dərsdə görüşərik. Hər birinizə uğurlar.